Mars iyunun 17-sində qız bürcünə doğru hərəkət edir və 4 bürcə qız ox atan balıqlar və əkizlərə güclü təkan verir. Saturn Marsın idarə etdiyi Qoç vasitəsilə tranzitini davam etdirir və bu dövrü xüsusilə ümidverici idi. İndi təkcə səylər deyil, həm də niyyətlər önəmlidir. Qısa xəbər, Aza istinadən xəbər verir ki, potensialınızı üzə çıxarmaq, vərdişlər qurmaq və sizə sevinç gətirən şeylər üzərində işləmək vaxtıdır. Əsas odur ki, idealın arxasınca düşmək yox, yolun qədrini bilməkdir. Qız bürcünüzdəki Mars iradə, diqqət və təşəbbüsü aktivləşdirir. Önümüzdəki həftələrdə xüsusilə kollektiv işlərdə daha çox görünəcəksiniz. Özünüzə qulluq etmək, işinizi qaydaya salmaq və sağlamlığınızın qeydinə qalmaq üçün əlverişli zamandır. Əsas odur ki, özünü tənqidə təslim olma, səbir, nizam, intizam və özünə inam yeni səviyyəyə çatmağınıza kömək edəcək. Oxatan Mars sizi zirvəyə qaldırır, karyeranızda və münasibətlərinizdə enerji yaradıcılığınızı nizamlamağa və işlərinizi nizama salmağa kömək edəcək. Layihələri nəzərdən keçirməkdən və keyfiyyət üzərində işləməkdən qorxmayın. Bu liderlik, inkişaf və imkanlar dövrüdür. Sifariş gətirmək və səylərinizin bəhrəsini görmək üçün mükəmməl vaxt. Balıqlar, ortaqlıq sektorumuzdakı Mars dürüstlük, sərhədlər və yetkinlik tələb edir. Bu dialoq, dinləmə və kompromis yolu ilə inkişaf dövrüdür. İllüziyalar olmadan münasibətləri görməyi öyrənərək daha müstəqil olursunuz. Səbirli və sadə olsanız maliyyə vəziyyətini yaxşılaşdırmaq və şəxsi əlaqələri gücləndirmək şansınız var. Əkizlər, bu tranzit daha aktiv olmağa kömək edir. Ünsiyyətdə, təhsildə, evdə, yaxınlarınızla münasibətləri yaxşılaşdırmaq və yaradıcı idealları həyata keçirmək şansı əldə edirsiniz. Marsın enerjisi dəyişikliklərə ilham verir, hərəkətə gətirir.